Burada bir mərcə girmişik Teymur bəylə. Sağlıq olsun. Hə Teymur? Elə bil ki, heç mərcdən xəbəri yoxdur da, sərf eləməyəndə belə olur. İstəyirdim, Teymurla yolda gedəndə mən Teymura bildirdim ki, qayadan başı, yəni biz yanacaq doldurmasaq belə, bu yanacaq bizə Bakıya girişə qədər, yəni ünvana çatana qədər bəs eləməlidir. Çünki hal-hazırda Şuşaya çatmağımıza cəmi 50 kilometr qalır və bizim 426 kilometr qarışıq rejimdə bizim yanacaq sərfiyyatımız var. 426 kilometr bizim məsafəmiz var. Yəni bu məsafəni biz hələ də gedə bilərik. Təbii ki, yolda yol şəraitindən asılı olaraq və hava şəraitindən asılı olaraq biz müxtəlif sürüşlər etmişik. Bunların hər birini çəkib göstərmək istəmədik sizə, yormamaqdan ötürü. Amma normal sürüşümüz olub. Mən deyirəm çatacaq, Teymur deyir ki çatmayacaq. Biz yola qayıdarkən mütləqi şəkildə nə etməliyik? Yanacaq vurmalıyıq. Yanacaq doldurmalıyıq. Mənim fikrimcə çatmayacaq. Sən fikrinci çatmayacaq. İndi Tacəddin də şahid Əliyarla yaxşı, uduzan nə edir? Mənim maraqlı oldu. Mən də maraqlı o idi. O fikirləşərik. O fikirləşərik deyəndə ki, ay Tacəddin, bir yağ dəyişən ustadan, bir yağ mütəxəssisindən nə istəyə bilərsən? Kuru sürən olaraq yağ dəyişmək istəyirəm. Mən də onu istəyirəm. Əgər mənim sözüm düz olsa, biz yanacaq doldurmasaq, bu yanacaq bizə Bakıya, havalın qarşısına qədər çatsa, təbii ki, gələn həftə mən yaxınlaşıram Teymurun yanına. Teymur ödənişli şəkildə mənim avtomobilinin yağını dəyişir. Yox, əgər Teymurun dediyi olsa, Teymur yağı dəyişmir və mən də Teymura bir çay qonalığı verirəm. Olsun. Mənki biraz ucuz başa gəldi. Mən ona görə baxdım ki, ciddisən. O çay qonaqlığının məsələn telegüllərdə ola bilər. Mən dün hara gedirəm? Təbii də, əlbəttə ki. Düz gedir. Bu hansı kəndə gedir yəni? Üçbulaq kəndindən keçirik indi. Onda başa gələcək. Yox, telegülləyə aparmayacağım Teymurun. Teymurun yüksəkliyi qorxusu var. Biz çox yuxarı qalxmayacağıq. Sən narahat olmayacaq. Teymur özə Mən o qorxunu qəbul eləyərəm. Qəbul edərəm. Limki deydi. Olar. Xeyirlisi. Xeyirlisi. Birazdan Şuşada görüşənə qədər.